Diyelim ki dinamika değişmeyip temel hattında güçler prensip cihetten Rusya üstünlüğü teşkil Rusya öz işgal belə deyək araziləri, işgalləri genişləndi və hələ ki dayanmaq fikrində deyil. Ukrayna isə öz dronlarla Rusiyanın daxili belə deyək hədəfləri hədəfləyib və öz belə deyək gücünü oladib və bununla da istəyir danışa müəyyən bir təsir etsin. Niyə? Başına görə ki, təmas xəttində Ukraynada alınmır. Nə idisə əldə etmək, nə idisə azad etmək və belə olduğu halda Ukrayna təbii ki, üstünlüyü Rusiyanın daxilində olan hədəflərə yönəlib və biz gündə eşidirik, bəzən yüzlərlə olur, bəzən 100-ə yaxın olur. Axır bu belə deyək dron müharibəsi dayanmır və yeni dronlar belə deyək istehsal olunur, yeni imkanlarla və əlbəttə burada mənə elə gəlir ki, istehsal edən təşkilatlar hal-hazırda bu dronların tətbiqi ilə dron sahəsində təkmilləşdirilmənin və bu sahədə təcrübədə qazanılmış təcrübədən irəli gələrək bu sahədə çox irəlilişlər olacaq və biz yeni imkanlı dronlar haqqında eşidəcəyik. Artıq süni intellekti dronlara yerləşdirirlər, hansı ki özü qərar qəbul edir, hansı ki özü yaranmış vəziyyətlə bağlı hədəfə doğru getmək üçün müəyyən bir belə deyək uçuşlarda uçduğu zaman trayektoriyanı dəyişir. Mənə elə gəlir ki, bu sonudur, bu belə davam edəcək. Ona görə də sırf əgər biz təmas xəttində qısaca iki kəlmə ilə desək, Rusiyanın üstünlüyü təmas xəttində bu faktdır və Rusiya gündən-günə təmas xəttində araziləri işğalı ilə nəticələnən təmasda dəyişikliklərə malikdir hələ ki. Biz bunu gözləyirdik olmağını. Ona görə ki, bir arada yağışlar sezonu oldu. İndi yağışlar sezonu daha qurtarıb, torpaq bərkidikcə, quruduqca, əlbəttə yerüstü əməliyyatların üstünlük təşkil edən Rusiyanın bu nəticələri əldə etməsinə heç bir, yəni biz təəccüblənmirik, belə deyək.